Hər ayın sonunda kirayə pulu ödəmək və bu vəsaitin heç vaxt geri qayıtmayacağını bilmək yəqin ki, kirayədə yaşayan hər bir vətəndaşın ən böyük sıxıntısıdır. Bəs ödədiyiniz o məbləğ hər ay sizi öz evinizə bir addım daha yaxınlaşdırsa necə? Satmaq öhdəliyi ilə kirayə mexanizmi məhz bu xəyalı reallığa çevirir. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda satmaq öhdəliyi ilə kirayə layihəsi çərçivəsində indiyədək 9000-dən çox ailə ev sahibi olub. Onlardan biri də Binəqədi rayonu Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksindən mənzil alan Nərgiz Rızayevadır. May ayında kirayə üsulu ilə satışa çıxarılmış mənzil sahiblərindən biri oldum. Mənzilimiz 110 kvadratdan ibarətdir. İlkin ödəniş təxmini 22.000 civarında vermişdim. Aylıq ödəniş isə 1840 AZN təşkil edir. Elektron formada müraciət elədik. Ondan sonra elan veriləndən sonra qeydiyyatdan keçdik və 3 otaqlı mənzil layihəsində qalib olduq. Mənzil tam təmirli verilib, yəni satışa tam təmirli çıxarılır. Təklif edilən mənzillər məktəb, uşaq bağçası, nəqliyyat və digər sosial infrastrukturlara yaxın yerləşir. İpoteka və Kredit Zəmanət Fondundan bildirilir ki, vətəndaşlar mənzil seçimindən müraciətə qədər bütün prosesi eqov.az portalı üzərindən asanlıqla həyata keçirə bilirlər. Müraciət anına vətəndaşın yaşı 60-dan yuxarı olmamalıdır, vaxtı keçmiş aktiv kredit öhdəliyi olmamalıdır və rəsmi gəlirlərə malik olmalıdır. Belə ki, bu tələblərə cavab verən vətəndaşlar öz müraciətlərini elektron formada etmiş olurlar. Kirayə mənzil mexanizmi çərçivəsində fond tərəfindən müxtəlif ünvanlarda, ümumilikdə 17 sayda ünvanda vətəndaşlara mənzillər təklif olunmuşdu və bu Bakı şəhərində 8 ünvanda, Abşeron rayonunda 6 ünvanda və Sumqayıt şəhərində də 3 ünvanda mənzillər vətəndaşlara təklif olunubdu. Qeyd edək ki, bu il ərzində Bakı, Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunun Saray qəsəbəsində 2796 tam təmirli mənzil vətəndaşların ixtiyarına verilib. Ümumilikdə isə 2020-ci ildən bəri 9053 kirayə müqaviləsi imzalanıb. Lamiyə Xəqani qızı, Zamin Novruzov, İTV.